toylara qoyulan qadağa millətin artmaması üçündür. Bunda başqa nə izah ola bilər? Uşaq pulunu niyə vermirlər sizin fikrinizcə? Uşaq pulu niyə verilmir? Artım olmasın. Bu milləti uşaq artımına qarşı nəzəri hazırlayırlar. Uşaq artımına qarşı simülə eləmirlər. Bütün normal dövlətlərdə, dünyanın dörd bir yanında ailə məsələsi, uşaq problemi, demografiya məsələsi dövlətin strateji hədəflərindəndir. Bu ağır şəraitdə Azərbaycanlılara arxa durmaqdansa, Azərbaycanlılara yardım etməkdənsə, Azərbaycanlıların əlindən tutmaqdansa, bu hakimiyyət qolunu çırmalayıb, çomaq götürüb, Azərbaycanlıları bacardığını ölkədən qovur çıxarır, yerdə qalanını toyla qadağa qoyur, yerdə qalanın qurulmuş ailələrin dağılması üçün ölkədə işsizlik yaradır, sosial problemlər yaradır, evsizlik yaradır, şəraitsizlik yaradır və ailələrin dağılmasını stimul edən televiziya verişləri təşkil edir. Yüngül-yüngül, əxlaqsız adamların həyat tərzini, məişətini göstərir cəmiyyətə, üstə gəl küçələrə ərəb kələlərini gətirib töküb toyxanalarında, nə bilim, restoranlarında, mərkəzlərində, barlarında, gecə barlarında Azərbaycanlıları bu yola sürükləyirlər. Bax, Azərbaycan hakimiyyətinin bütün Azərbaycan xalqının demoqrafik məsələsinə, ailə, məişət məsələsinə münasibətinin zənciri bundan ibarətdir. Toyxanaların açılmamasının, toylara qadağanın qoyulmasının səbəbi iki şey qadağa qoyub ölkədə. Toyxana ilə kütləvi tədbirlərə, partiyaların fəaliyyətinə. Yaslara da. Yasları bəhanə edirlər də, yaslar olsa cəmaat bir təhər yığılıb yola verirdi, orada çox elə işləri yoxdur. Əsas toy olmasın, insanlar sərbəst toy keçirənməsinlər, ailə quranməsinlər, bu millətin artımı olmasın və üstə gəl, insanlar siyasi haqları uğrunda mübarizəyə qalxmasınlar. 95 markalı benzini 1 manat 25 qəpiyə satıla bilindiyi halda birdən-birə niyə bunun qiyməti qaldırılır? Daxili bazarda oynayan oyunçular üçün lazımdır. Axtarın, arayın, görün o benzini Azərbaycana kim gətirir, kimə bağlı şirkətlər gətirir, hardan gətirir. Mən bildiyim qədər Qazaxıstan və Rumıniyadan gətirilir həmin markalı benzinlər və Rumuniyadakı zavod Azərbaycanlılara məxsusdur, biləsiniz. Azərbaycanda hakimiyyətdə olan şəxslərə məxsusdur. Və onlar faktik olaraq Azərbaycanda neft dairmə sənayesini məhv eləyərək, ölkənin daxilində 95 markalı benzin istehsalına şərait yaratmayaraq, premium markalı benzini istehsal etmək gücündə olmayaraq kənardan gətirirlər və bu kənarda maxinasiyalar vasitəsilə Azərbaycan xalqının pulunu sovurub xarici dövlətlərdə yerləşdirmək, xarici yatırmaq kimi bir əməliyyata sahibdirlər. Ona görə də bu 95 markalı benzin qalxacaq bugün, sabah premium markalı benzin qalxacaq, o biri gün qazın qiyməti qalxacaq, o biri gün digər istehlak etdiyimiz məhsulların, ərzağın qiyməti qalxacaq. Bu hakimiyyət ancaq bir istiqamətli düşünür. Görürsünüz, gecələr eləyirlər bu işləri. Noyabrın 10 sazişi gecə